Təbibdə yeni kadr təyinatı həyata keçirilib. Yarımada.info xəbər verir ki, Rahim Hüseynov, Mahir oğlu təbibin icraçı direktorunun müavini vəzifəsinə təyin olunub. Məlumata görə, Rahim Hüseynov idarəetmə və menecment sahəsi üzrə ali təhsil alıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində magistratura təhsilini fərqlənmə ilə başa vurub. O, həmçinin Türkiyədə İstanbul Dövlət Universitetində Beynəlxalq İdarəetmə MBA proqramını tamamlayıb. Bildirilib ki, əmək fəaliyyətinə 2011-ci ildə başlayan Rahim Hüseynov uzun müddət özəl sektorda rəhbər vəzifələrdə çalışıb. 2021-2025-ci illərdə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində departament rəhbəri, 2025-ci ildən isə həmin qurumun sədr müavini olub. Qeyd edək ki, o 2024-cü ildən Azərbaycan Auditorlar Palatasının üzvüdür.